Ay Arif, sən xəstəsən qardaş. Akifsən, nəsən? Bəsdir də. Bir üzü hörmət edeyim dana. Ünlamanın konsertidir. Yox. Necə davranırsınızsa, burada da cəmaata elə davranırsınız. İnan evdə bacısına, anasına hörmət qoyan qız oğlan fərqi yox. Heç vaxt gəlib çatda kim pozğun da olsa pozğun sözü yazmaz. Moda ehtiyac yoxdur. Müdiriyyət qoymur mod verməyə. Bu şəxsi səhifə deyil. Yox. Eləməyin də belə. Gözünüzü hörmət edin. Məncə yox. Bilmirəm, mənim yadımda. O qədər oğlanlar tanıyıram, bacısına deyirlər, dur filan kəs mənə çay gətir. Mama, bu sındır qızıdır, mən dursun mənə çay süsün, bu filan kəs qızı var. Bayır elələr də gəlib burada söyüşsünə. Qulağımla eşitmişəm. Bacısına nələr deyib, bacısı çıxır çölə qiriyyətdən danışır. Elələr də gəlib burada söyüşsür. Hər hamının qorşusunda da var, tanışında da var. Bacısına o sözü deyən oğlanlar çıxır, sonra deyir ki, bacım mənim qiriyyətimdir. Bacısına o sözü deyən çöldə əlbəttə ki, mənə də bu sözü deyəcək. Bacısına ilk qulağımla eşitmişəm, evdə bacısına. Gözünlə görür, bacısı oğlanla görüşə gedir, siqareti alır, bizon alır, verir, qardaş durub qıraqdan baxır. Elələri də gəlib burada söyüşsəyənlər. Heç mən onları tınlamıram da. Qulağımın da şahid olmuşam, gözümlə də görmüşəm. Çıxıb çöldə oğlanlıqdan danışır. Özünün qiriyyətinə hörmət qoyan insan heç vaxt girib qadın pozğun belə olsa ona söz yazmaz ki, o pozğundur, qaydar mənim anama bacıma söz deyər. Mən niyə özümü hörmətdən salım bu qədər millətinsə anama bacıma söz deyir istəyirəm. Çünki özü də anasına bacısına sözləri deyir. Ana bacı tınlamır. Bir şey yoxdur. Görürsən burada söyüş yazanda nə olur? Necədən hələ baxır, filanı yiyələli haldədir. Sən git özünü yiyəli elə, evə yiyəli elə. Sən nə evə lazım? Böyle bir arvadı ya, ne yiyəm bunu? Zaman boş ver onları ki. Ben de kakti, Andrey'in azadla sevgili olmuşam bir denciye. Yani ben de sen şimdi başta böyle dövüşsün, vursun, öldürsün. O şey danışma canlıdayım, Rus'u hardan tapdın? Rusya'da yaşarım da. Burası da böyle Rus sevgilim var idi. Rus kızlar Azerbaycan'ı tapırsan, Rusyalı Azerbaycan oğlan tapamadı. Yani dedim bir başka Ruslarla deneyeyim. Hiç kıskanmak diye bir şey yoktu da. Ne kıskanacaq ki Rus? Qoyublar çöldə hamısı. Satmır bunun başında. Nağartı bir desin samalti, adinti doğma prihoditi. Ne desin? Ruslar geçenk olur da sarışın, ne bileyim böyle geçenk olurlar da. Bu laf ya Katarinadır ki. Ziraz! Terbiyəsiz, əxlaqsız. Nəyə qəşi olur? Sən al, ütülmüş toyuq oxşuyurlar. Bilinmir qaş hansıdır, kiprik göz hansıdır. Tövbə yarabbim. Alo. Biz sarı spitafar oxşuyur. Tamam, hazır. Xanım, xozumu al da. Ay Allah. Ay xanım, xozumu al da, qurban olum. Aldım. Hə. Vazın ətərsən? Yaxşıyam bacı səni. Bilirsən nevroz adamam, götürmüşsən öz səsindən gəlmişsən üstümə. Yaxşı da bilmədim. Şeydi, adı nədir? Birinci uşağın üstünü ört, ürəyim partladı burada. Az ev istidir, pişirik, pəncərəni açdım ev istidir. Soyusun deyir uşağın üstünü ört. Yatanda soyuq olur. Ay qız, yığışdırın bu uşağın üstü, bu ört bastır eləmək. Elə ört bastır eləyirsiniz, uşaqlarınız böyüyəndə çıxotqa üçün bu xəstə olur. Uşağın svobodda böyüdün, onda uşaq xəstələnmir. Rusiyada görsən bir dənə uşaq xəstələnmir, qarda ayaqların gəzir. Bürüyəndə nə olur ki, qalmışsınız yollarda. Az fikri sən Allah, mənə öyrətmə, danış gör nə deyirsən. Hə, gör nə deyirəm. Mən öz hekayəmə gəl keçim. Mən bir dənə sevgilim var. Bir dənə olur da hamıda. Hə, də bir dənə olur da 18 yaşı var, ikimizin də 18 yaşı. Hə, intihası. Mən məsəl üçün onun hərəkətlərini götürə bilirəm, amma mən hərəkətlərimi götürmür. Nətər götürmür Ay xanım? Bəlkə ağırdı xəsiyyətin. Ağır xəsiyyətdir, qız bürcüyə, o qız bürcüdür, mən oxatan bürcüyəm. Nə bürcüdür? Mən oxatan bürcüyəm, o qız bürcüdür. Niyə bilərəm, mən nətər yola gedim onunla? Heç nə, Allah var ki, qızların üzünə dükülüb, qızların canını qutarıb, Allah səni də başına gətirsin. Amin. Nə deyim, ondan canını qutara bilmir. Məsələn, canını baxlar, mən isə deyə bilmərəm.
Acaba mən onu nətər yola gətirim ki, nətər hərəkət edeyim ki, o mənim bir dəyərimi qiymətə ölsün. Aşkım 120 ilə qaça bilirsən. Bəl. Onda razqımı qoy qaç. Baş üstə. Oldu bacı, sağ ol. Oldu. Salamat. Nömrən ol 77 318 30 90. Orada lotuşka söz soxma, mən oyunumu oynayıram. Bana, qarqat bana kişi. Bizdən betər olublar, oğlanlar, burada yayıncıların bəziləri. Bütün gün söz soxursunuz ona buna. O başlasın aşağı oyunu oyna da. Ləman. Demək, mənə bax, Ləman kimdir? Özvə girəndir. Ləman. Sırf deyirəm. Başla aşağı oyunu oyna. Hamısını bir yola salın da, yetim, 20 min aparan var. Bunlara deyirəm ki, sonra oturub fikirləşmişəm, onu da deyəcəm sizə. Bunlara deyirəm ki, nərəzə 500 manat edim, çıxın gedir. Sonra özüm fikirləşirəm ki, mən bunlara 500 manat versəm, mən 20 minə qalib olam. Daha mənə nə qaldı, heç nə. Buram olsun. Sonra dedim ki, Bu nəfsi ata uddun da. dedim siz bir qəfdə verməyəm. Başım oyun oynuyor. Quramakdır. İndi də gəlib mənə sənə 500 min izləyici yoxda sənə elə birlər şeylər, dünya bularında. 500 min izləyici ilə deyirəm. Nəynəndir? Nəynəndir? Sən elə keyfiyyətin ora qədərdir, maddiyata gedər. Tıklama var səndə bu dəqiqədən. Hədiyyətən var. Mənim keyfiyyətin ora qədərdir, maddiyata gedər. Yox, kişi kimi də, kişi qızı kimi. Bax, gör sən hədiyyətən var orada. Amma düz danışaq. Hə, var. Nə qədər hədiyyatı var? Mənə bayaqdan baş ekrana nə qədər hədiyyə gəlib, şükür Allaha. Atsınlar. Hə, atırlar, narahat olma. Bax, nə qədər adamın var? Mən görə niyə narahat? 4500 adamın var. 4500 adam tıklasa nə qədər eləyir? Nə qədər eləyir? Hə, nə qədər eləyir? Qədəmin hambaldır, oturub baxır da. Mən düzü danışıram. Düzü də qəbul eşitirsən, lazım olan oyunda mənim ekran tıkım 30 milyon olub, 20 milyonda. Boş oyun gedir, nəyə tıklasın əlin yorsun? Yaxşı, əlin yormasın, hədiyyə atsınlar. Qulaq az, oyun göstər, hədiyyə at oradan, gör buradan gəlir, gəlmir. Sən oyunu bu göstər. Biz zəifə əzmirik. Sən zəifsən deyə çox tıklayıb sənin üstü hədiyyə atmırıq ki, çökməyəsən. Bilək. 200 yetim attılar, Allah haqqı. Ben o 200 jetonu görəm səni. Valla sənə 200 jeton da gəlmir, 322 xalda qalmışsan. Allah kərimdir, elə demə. Bizdə də Allah kərimdir, elə demə. Zələ, ləman, nə tələsirsən sən? Mən tələsmirəm, başıma dönərəm. Sən deyirsən, mən də cavabı verirəm. Nə tələsirsən ki? Uşaqlar, paxıldır. Bu adamın paxıllığı üzünə vurur. Ay Allah, sənin kimi 200 adam görməm. Deyir, Ayda xanım indi bir dənə balin atacaq bizə, qoyacaq bir dənə ağzının üstünə. 200'də hamı. Sənin kimi 200 adam görmədim, değil mi? 200'də hamı 200'də, buyur 2. Sən çox sənin də 200'ün var, prosta səndə görünməyən 2 dənəsi də var. Məndə görünməyən 2 dənəsi varsa, biri pis üzümdür. Biri də yaxşı üzümdür, narahat olma. Bizdə inşallah istədiklərimizə, əzlərimizə qarşı pis üzümüz yox. Bildim, mən 200'ü nəyə görə deyirsən, deyə bilərsən. Bəx, nə deyirdin? Nə deyirdim? Danışdığımıza nə deyirdin? Yo, mən o qədər söz danışıram ki. Sən bax, daha indi gör nə danışsan. Daha baxıma gör nə danışdın bəyəkları. Deyiləm, nə deyildim, deyildi, yadında qalmayıb. Mən yadında qalmır, sən yadında qalsın. Mən danışdığım söz yadında qalır, sən danışdığın söz yadında qalmır. Dedim, indi İradə xanım istəsə bura balina bıraxır, dedin 200'ü, nə dedim ki? Yo. Arxaya qayıt. Düzdür, bunu baş işləmir. Şu ekrandıqı yenə içmirsən, alkaş. Yo, sən mənim. O dediği sözü yadda saxlamır, amma mən dediyim sözü yadda saxlayır. Sənə yatmadı, quramak.
Mən bilmirəm. Uşaqlar bir də 3 milyon eləyəydi tıkımızı. Mən bilmirəm aynen. 10 bilirəm ki, Arın özləmişəm yollar. 5 katın boşa gedir çocuklar. 5 katı niyə belə gec qoyursunuz 8-9 saniyədə? 5 kat 20 saniyədə qoyulan bir məhsuldur. 100 sonu 20 saniyədə ya da 30 saniyədə. Yine üstündən 1000 yığıram əyəcəsi. neçə işim var idi mənim. Mənim yetə şirin var idi. Gələndən mən uduram da 3 dənə. Ola bilməz, var idi axı. Həmin canı var idi. İradə, necəsən aşkım? Çox sağ ol İradə xanım. Ola bilməz var idi. Sağ ol. Oğlan Sana ne Oğlan da. alsın? Sana ne alsın? Oğlanlarla niye danışırsan değil mi? Sana ne alsın? 2 gün oynamadık öyle mi? 2 gündür bir həftədir. Ne çabuk gitti ya bir hafta. Asım kurban olun mənlə oynayanda au bakımlarımı söndür xahiş edirəm. Allahım. Leman bak yeni şarkım çıktı. Gör nasıl? Dinle. Dinle. Məhəbbət edirəm. Dağların aslanı, yüce dağların kartalı, kara belasim, ustayım, babayım ben, emrediyorum. Bana ruj sakız, fil hortumu, bana gül kırmızı kalp, Söndür başım. gaz atmayın moruklar, dondurma atmayın. Ekrana tıklamayın sağdan kırmızı. Asım ay Allah. Başıma düşür deyirəm. Söndür onu. Onu əziyyət çəkib nətər oxuyub. O da oxuyan da başı çatmır. Öyle deme ya. Ona sehirdi benim için şarkı okuma. Arkadaşlar 14 tane TikTok haydi canlar. Asım onu bir dənə söndür. Sən 14 dənə TikTok gəlməsi üçün sən gedib estetik əməliyyat edib bir dənə civi olmalısan bu dəqiqə başa düşdün. Yok minik TikTok. Yarışmaya benzemeyen. Patıklıyorsun ha sen hem de. TV ne diyor ya? Katık sensin oğlum. Benimle danışığına fikir ver hadi. Asım. Seni gebertirim gerizekalı. Adem kim? O adam yoktu Balata Junior. Uşaqlar 3 katda ne olur bir dənə varsa bacıya bir dənə balina. Can. Bırak şu takipsiz normal ne? Bu gün mənə bir dənə balina. Kes sesini. La. Arkadaşlar. Kesaz. Bozar be. Kara pıspısaya bak ya. Yüzüme bozarıyor. Sen bozarıyorsun gerizekalı. Abi artık eski Asim yok. Anladın mı? Eski var bir tane. O da stol üstü. Güllerim soldu mu? Güllerini çoktan... Yo solan gül diyor o yalancı güldür. Atarsa olsun. Gerizekalı. Elə gül verib ki solmur. Belki bak eləsin verib ki ömrü boyu oturacaq bizim evimizdə. Evet. O Onu adını bak- yazdırmağa bak şey məni öldürür də Adəm. O lığını elə yazdırmısan. Yəni lığ özüdür də yəni. Başa düşdün? Lığını neden öyle yazdılar bilmiyorum ya. Lığ yoxşur. Lığya. Neden? Sen de bu harfi tarafa tutma. Böyle biraz indir aşağıya lığ olsun. Gerizekalı. Düz tutanda elə bir yetdidir. Sen çünkü farklı bir kızsın. Onun için farklı olmasını istedim. Çok farklıydı hakikaten. Evet. Bugün bana bir şey söyledin. Ne söyledim yine? Hatırlıyor musun? Ne demişim Osman? Bak. Bunu dedim. Yine ne pox yedim ben ya Allah. Sen kurban olun. Bunun canlısına da murteşine yazan buram. Hamısını kaydedir koyur qabağıma. Bu değil mənim evimi yıxan. İnanırsan ne oldusa bundan sonra oldu. Göster görüm ne vermişəm. Ne pox yemişəm yine. Nazlı çok sağ ol. Ha. Din getirdi ya silinmiş.
Silinmemiş aslında. Telefonumda oluyor öyle bir şey. Biz neden küsüp barışıyoruz ya? Asım biz küsüp barışmırıq. Sen özün özünə küsüp barışırsan Asım. Haçan oldu? Özün özünə sevgili olursan, özün özünə küsürsən, özün özünə barışırsan. Nazlı çok sağ ol. Özün özünə ayrılırsan. Yeganə insandır ki, qarşı tərəfə əziyyət vermir. Özü sevir, özü ayrılır, özü barışır. Quran haqqı, özü danışır. Ancaq özü. Öz aləmində sevgiliyik, küsmüşük, barışmışıq. Ne bileyim, böyle qəribə insandır bu Quran andos. Arada özümün şübhələrim yaz. Küsürük de arada olur da ev yok. Sən məndən küsmüşdün. Niye garip olan şey? Sən Allah özün küsmüşdün. Məndən küsmüşdün neçə gündür. Ay tövbə mənim xəbərim varsa. Yo, ne küsürəm? Geçen gün nə etmədin? Bir haftadır biraz işlerim var. Sağ ol Legen. Sonra görüşürüz abi. Kimse seni benim kalbimde tutmaz. Sana bakan gözlerim başka gözlere bakmaz. Benim özlemler Şeyim Emine. canımdan çok sevdiğim ne olar Ben bunun belə cırcındır hərəkətləri yıxdı mənim evimi qoydu ora. Elə bu nə oldusa, bax belə bu yazışdıq səninlə. Tüpürüm sənin qırıq vasım. Bak. Gör ne değil. Elçi. ne olar gitme Bir dakika. Bundan sonra Ayten çok... Aramızda olur bezer herden küsübün Mənim niyə xəbərim yoxdur bunlardan? yanıma Qırqın olub, mən niyə bilmirəm bəs? bugün yanımdan 07 keçəndə bu mahnını oxudu. Sıraz sen düşdün yadıma. Yadımda saxlamışam axşama kimi ki bu mahnı yadımdan çıxmasın. Rəmanla oynayanda qoşacağım. 10 dənə TikTok uşaqlar. Legend abi iyi geceler. Johnson. Arkadaşlar 10 tane TikTok. 11 dənə gül, 11 dənə cül. Haydi canlar, haydi abiler. Artıq səndən bir Bugün şey də- xahiş edə bilərəm. Məndən nəfsi çəkdə nə olar? Sən mənə nəfsi vatandan qurudum mən. Kurumadın. Yalnız sana yaklaşamıyorlar. Biliyorlar ki ben varım. Allah Allah, sən qurban olum ay Allah. Öz-özüm adımı necə çıxardır ay Allah. Leman bana naz etme Leman. Benden iyisini mi bulacaksın? Hasta mısın sen? Asım, gəl əvvəlki kimi oyunlarımızı oynayaq. Mənə necə baxırdınız elə bax, nə olar Asım. Xahiş edirəm Asım. Razıyım. Razıyım ki evlenelim nasıl istersen öyle bakarım. Ay Allah, nəsə belə kesmişəm. Sana krallar gibi bakarım. Kraliçeler gibi bakarım. Kraliçələr üçün baxıb neynəyəsən? Bir dənə say görüm hələ nə var Asım. Ne istersen ya. Mesela. Kraliçe olmadın diye bilmiyorum kraliçeye nasıl bakıyorlar öğreniriz. Bəs bilmirsən sən nə edirsən kraliçə kimi baxacaq. Alacağım. Evet alırım Gülnar. Sen gittin evlendin. Leman'a olmaz mı evlenmek? Asım, Yani. Asım. Beni seviyor bana naz ediyor Gülnar Hanım. Asım, annem... O ne de arkanda? Nazlı çok sağ. O neydi? Şimdi o sen Allah Leman. Ay mama öyle ya. O kimdi arkadaşlar? Erim. Ayliş değil. Nazlı çok sağ ol. Ha, o enfoktu. Arkadaşlar lütfen yani Nisiryoz ne hediyeler atmayın. Ekran tıklamadan arkadaşlar. Azda yatmak, ses edi açma. Ay bırak, ay bırak, ay bırak. Yine tüm... Ay
müəllim, eləmə də. Talış mahnısı oynayayım. Bir dənə talış mahnısı oynayacağım. Qəşəng bir hədiyyə gözləyirəm siz talışlardan. Müəllim, əsl bunda səndən gözləyirəm ha. Müdürümsən, bax talışsan. Sən şərəfli oynayıram, bir də özü burada göstər. Həci. Oxşarasın bir kayliyə. Ben koydum olsun çalışlar böyle hoş. Onu koy qırağa maraqlı bir oyun oynayaq da. Səydiriş yapar mı özünü? Ama ben dansözüm oyun oynuyorum. Bir gün oynarız düğünümüzde. Başladı. Altın ne olur məndən əlsiz xahiş edirəm. Benim olacaksın. Nereye kaçsan da eninde sonunda bu avuçlarıma düşeceksin kara pıspısa. Seni yakalayacağım. Ne? Sen bana ait olacaksın. Elim avuçlarıma Kolayacağım nədir? yakalayacağım. Aslım çok güzel hayallar dünyasında yaşıyorsan. Ama sen biri oradan çıkartsın. Öldüm. Niye ölüyorsunuz arkadaşlar? Kimse ölmeyecek. Benim düğünümü görmeden burada kimse ölmeyecek. Gül takipsiz bir tek 111 paylaşmadan. Takipsiz de. Öyle bir güçten durum. Nuribala takipsiz. 3 kat dışarılar koymayınız da. Usta düğünde tanılatarsan. Kimin kızından oğlanından eksiği. Patlatacağız. Ekran tıklamadan arkadaşlar. Sağ ol Fi. Sağ ol Bakü. Canavar Bakü. Çok sağ ol Ranti. Bakü. Şunu biliyor musun neden kabul ettim aslan parçası? Ay buna bak, Ziko Dağlı'ya bak. Universal'a bak. Ziko Dağlı'ya Universal. Ekran tıklamadan arkadaşlar. Ne yok şirsanı, neye? Özün de bilmirsən, deyirsən ne yok şirsanı. Atasının reyi, hoş geldi. Ekran tıklamadan uşaqlar kırmızı reyi çıxırsa, normal ne? Hay tetem fay. Qəşəng ki. Ne olur ki gün kaçırıp paltarım zırıqdır. Kaçır olabiliriz ama gururluyuz. Ben de mod mu diyeyim de tarz diyeyim. Ya ben Radon babasıyım. Ben şu andan sonra bir takım elbise giyerim, bir de ufak rahat bir şeyler ya. Sana hoş geldin. Oldu. Zeyno Atmacı, sen beni o yayından sonra görüyor musun? Leman, görmüyorsun. Orada gör. Ben operasyonlarda oluyorum kızım. Dinlendiğim zaman böyle rahat yiyorum. Atma atasını reyi. Gülsüz. Normal. Arkadaşlar hadi. Şu hız görevini geçelim. Samir teşekkürler arkadaş. 6 tane arkadaşlar ya. 6 yok 5 tane. Aa. Geçemedik. Yine geçemedik Allah aşkına ya. Demedin mi? Bakın muhabbetine. Onu buna bırak beni özlemedin mi? Samir ayran atma Samir. Deme yaxşı deme. Ne demeyeyim deme. Nasılsın Asim? Asim'im teşekkürler. Sen nasılsın atasını yiyin. Samir Maroş nasıl? Bir yardım edin kaybetmeyelim arkadaşlar işte. Tamam Cuna. Hadi arkadaşlar. Gülsüz Samir. Ses niye böyle gelir benim telefonumda? Tural atma şu marojnayı Allah aşkına kendine gel.
Bakü abi bir yardım et, kaybetmeyelim ya lütfen. Yüreğsiz atasının yüreği. Bakü abi bir yardım et, sana kaybetmeyelim. Atasının kalbi, bir yardım et ya. Bir yardım edin aslan parçaları. Sizin sayenizde yenebiliriz. Kaybetmeyelim arkadaşlar. 6 tane vini var. Hadi canlar, hadi abiler. Ya bunun gözleri beni benden alıyor ya. Neyse. Zeyno atma Cül. Samir istiyor su. Samir ayran istiyor, atma. Taş atma. Samir, Tahir. Samir gülsüz manajına. Zeyno atma Zeyno. Şu Cül'ü atma Allah aşkına. Emine kız. Allah Allah ya. Bu ne ya? Bu ne ya? Yox, bir dənə misafirə qoşulduq, 10 neçə olduq. Canlımız getdi, açıldı, bağlandı deyə səhifəmiz biraz pis günə qaldı. Yəqin sabaha düzələr hə qızlar. Etibar atma marojuna. iPhone'unla sen ne yaptın? Onun arkası ne cünde? Değer ver ben kadar. Yad verin diyanızan gelmedi sen kadar. Qarxıram. Natinc değil. Natinc değilsin. Sen de bu tek böyüyüp ha ama. Ona demək Ayşə. Yani böyle de padrugası adı yok. Sıx istəsən 16 yaşı var. Nə Olsun der bak. Her Ay padrugası bilə bu niyə baş çatmır ola? Olsun. Ay kız padrugam uşağı ne Getdi kim zaten. oxşadı gicliydi aycan. Ay kız dedi bu ne olur cipsin Bu da. kim oxşadı mən Uşaqlarla uşaq oynamır çet. Elə deyirəm də yəni o mənada. Sən bunun 6 anlamıyorum bunlarla. Bunun 6 yaşı var. Nə patruqa sevir? Ay kız padrugam uşaqları zadı olanda bir yerde yani onu demək istəyirəm. Görsən. Ailə sevən neçə yaş var? Mən balaca deyim. Sən də. Dibin. Uşağı şey eləmədi. Səncə dayana bilirdim. Səncə sevərin neçə yaşı var ana qurban? Səncə mən neçə yaşım? Ay Allah indi mən. 4 var. Ben düz dedim. Ali, əsas o da səndən balaca. Necə gidiyor? Ailem böyüyəndə qəşəng qız olacaq həqiqətən də. Üzləri də yumru. Kanişin anasına oxşayır. Anasına oxşamayıb, gözəl anasından. Anasından da gözəl olacaq da. Qoyaram cırıq-cırıq olasın sizə. Deyib düz dedin Aile. Görsən Aile deyirlər sevən yaşını düz tapmışsın. Hə? Aslında 3 diyecektim. Bir de 2'de tam sen olsun. düz bilirsən. Ali sen bir de 2'de tam olsun balam yaxşı. Ben aslında hiç okuya bilmirəm ki, ancaq ağıdığına görə. Səni keçib qəlbimdə isidəcəyəm. Qızlar canlıq şarəsini paylaşdın canlarım. Okuya bilmirəm mesajları. Ali sen sakit kaldın, ben de sakit kalıyorum. Allah hakkı susmak istiyorum. Gör ne yazdılar? Okuyabilirsin sen. Yok. Talışdın Ama mısın? harfler bir. Ha? Kim öğrenirsen? Bacım. Əzən, tək öyrənirsən. Gəlsən, hərflər də bilir. Səvər ətimizi tökdük. Mən bilmirəm, olmayan ətimizi tökülsün də biraz bir zahmet. Bir zahmet bacım. Buyuruyor. Akşam evdə bizdə konsertdir. Allah səndir. Bu gece o gece. Yok canım, bu gece o gece değil arkadaşlar.
Sən kimləsə bir salmışsan. Ləman o deyil aşkım. Sevər səhərə meydan hazır. Mənəm Ləman sevərdi sevər. O nədir? Slime. Hı? Al slime. Hayır. O nə deməkdir ki? Oyuncaq. Ona nə edirsən deyən ha? Oyunsan. Hə. Çıxart hələ. Düzəldirsən bunu çıxardan sonra. Məsələn, nə düzəltmək olur ondan? Mesela için baloncuk şişirtmeleri olur. Nə? Baloncuk yani şeyden çubuk verirəm. Çöpdən çubuk şarj şişirtebilirik. Bu necə yapmışlar? Hacı eləyər, görəyəm. Çöplə belə bastırırsan bura, üfləyirsən, sonra da böyle baloncuk olur. Gəl, ana bak çöp. Sən görüm məndən Allah. Gətir ala, çöp. Bəndən gözüm. Çöp yoktu. Bəs nətər edək? Bilmiyorum ben. Bilmiyorum ben. Düz danışır. Bilmiyorum. Ben de bunu bile aç. Aç şimdi bunu bile. Aç. Aç şöyle. Bak. Testa. Bax oyram ana bax. Aşka dönləmandır. Sən belə girsən bax. Bu nədir? Bu cümlələr belə oynayır. Ben deməli necə gəldim? Quşların səsi də məni öldürür. Belə qızlar mənə dedi ki, TikTok deyilən bir yer var. Girirsən elə belə başını qatırsan da. Orada nə bilim mahnı. Mən də belə baxırdım ki, hamı kişi öz-özünə mahnı qoyub paylaşır. Mənə anormal gəlirdi. Sonra elə oldu ki, mən də həyat hekayəm belə başladı. Götürdüm qıza verdim. Dedim mən oradan orijinal mahnı kodunu azalda bilmirdim səsi də. Götürdüm videoları üstə mahnı qoyurdum. Elə paylaşdım, gördüm hamı ağzına gələni yazırdı mənə. Biri yaxşı yazır, biri pis yazır, kommentlər dağıtırdı, başım çıxmır baxışdan zaten. Heç tanınmırdım, baxışlarım milyonu keçirdi. Sonra elə oldu ki, günlərin bir günü canlaşdı. Açanda gördüm ki, hamı mənə söyür, mən də aqressiv vaxtlarım idi. Mən də bunlara, bunlar mənə, mən bunlara. Sonra keçmişimdən götürdüm, tanışdım, elədim. Gördüm ki, hamı mənə ekran kayd edib. Elə məşhurlaşdım. Amma bu günlərim mən sizə açığını deyim ki, bir çox insanlar düşünürlər ki, TikTokerlər sizsiz, bağışdır və s. Siz insanları bir pozursunuz, gəlinləri. Bax, burada mən indi görürəm bəzən, onlar düzgün hərəkətlər eləmir və s. Emosional çıxışlarınız olur da, yəni sizi bunda da ittiham edən insanlar tapılır da. Yəni nə dərəcədə siz onlarla razısınız və doğrudanmı cəmiyyətdə belə bir sizin barənizdə belə bir image formalaşıb? Vecimə deyil, mən kiməsə sözünə görə yaşamıram. İkincisindən qalanda da ki, boşanmaqlar məndən sonra olmayıb ki, məndən əvvəl də var idi. Onda belə çıxır ki, mən də işimizə baxıb. Bundan başqa məsələn Sizlər də ifrə çıxırdı da, boşanmaqdan da danışırdı. Nə bilim, buradan video paylaşırlar, oradan ərlərin söyürdülər bəziləri. Qalmaqal verilişlər paylaşılır. Onda mən də onlara baxdım, boşandım. Nə dəxli var? Biz aidiyyatı belə yoxdur axı. Prosta mən göz qabağındayım, tanınıram deyə gözə baxdıram. Ona görə məndən danışmaq ola bilər ki, sərf eləyir də. Sizin səsiniz gəlmir. Üzr istəyirəm. Siz tez-tez eyni zamanda bax uşaqla çıxırsınız da, az yaşlıdır, yetkinlik yaşına çatmayan bir uşaqdır. Çox adam düşünür ki, siz istifadə edirsiniz. Eyni zamanda uşağa orada qazlı ilişkilər verməsi barədə sizə tez-tez iradlar bildirilir və s. Yəni bütün bunlar qəsdəndir. Yəni bir çoxlar deyirlər ki, TikToka gəlirlər, TikTokerlər pul qazanmaq üçün. Onlar eşinəyə düşünmürlər. Yəni övladlarından belə istifadə edirlər. Nə dərəcədə siz bu fikirlərlə razısınız Ləman? Buyurun. Mən heç bir fikirlə razı deyiləm. Qazlı ilişkilər mən verirəm uşağıma. Nə dəxli var ki, bu mənasız bir sualdır həqiqətən. Nə aidiyyatı var ki, uşağa qalanda hamı Türkiyədə cəmaət uşağını qoyur ora, səhifə açır, fenomenli edir. Uşağı videolar paylaşır, uşağı qəşəngdir məsəl üçün qoyur ora, YouTube açır, onu açır. Tək mən deyirəm ki, burada uşağımı göstərəm. O qədər var ki, prosta mən tanınıram deyə yenə də dedim, gözə batıram, başa düşürəm. Amma ki, həqiqətən mən yəni mənim uşağımın tərbiyəsindən burada söz ola bilməz. İzləyicilərdən də soruşa bilərsiniz. Mən əgər uşağıma tərbiyə verməsəydim, uşağımın tərbiyəsi burada hamıya bəllidir. Aydındır. Mən bir daha deyirəm, yəni dostlar, mən burada neytral deyirəm, jurnalist olaraq və sadəcə cəmiyyətdə bəzi suallarım mən bir qədər əvvəl də bu haqda danışanda ətrafımda olan insanlardan deyirlər ki, bəs əxlaqa zidd hərəkətlər və s. və axır. Yəni mənim belə də Açan əlimdə şərab,
klubda, nə bilim, biz də məbləğdə oğlan qucağında, saat 2-də uşağımı qoyub gedim, bəziləri kimi. Hətta hansısa bir dəstəkçidən uşaq dünyaya gətirmişəm, Şirə Universala gedib çay içmişəm. Əxlaqı nə edirsiniz? Burada qədər əxlaqsızlar var ki, sadəcə canlısında 150 nəfər var deyə onlardan bugün maraqlı deyil və soruşmurlar da. Əxlaq nəyə deyirlər bunlar? Mənim canlımda məsələn 9-5 min adam var deyə mən əxlaqsızam və yaxud da sözün düzün danışmaq əxlaqsızlıqdır. Nə dəxli var? Eyni zamanda siz tez-tez bax belə emosional danışırsınız və çox adam hətta deyir. Əxlaqsızlığı götürmürəm. Mən tək anayam, kimsə gəlib mənim qoxumda hava yolu beşmaz edir. Yaxşı insanlar anlamlarını qararasın. Mən bunu bilməmişdən də var. Karantində mən bu hələ bir xanımdır. Mənə o karantin vaxtı mən anam restoranda işləyirdik. Hər restoranlar dayandı bilirsiniz. Mənim uşağımın aylığı idi. Qonşular gətirib mənim uşağıma yemək falan verir. Yəni mən o günlərimi özüm görmüşəm, gedib evzat təmizlədim, tarif təmizlədim. Bu dedi mənə kimi sözü bozduq. Çünki o çətin anları mən yaşamışam. Mən ərimdən aliment belə almıram. Mənə kim nədir, o da görməli istədir. Özüm-özümə Afrikadan özüm-özümdə tanıyıram. Ləman, bundan başqa siz necə düşünürsünüz? Bax, bu günlərin biz TikTokdayıq da. Bugün mənə öz belə də bəzi həmkarlarım da deyirlər ki, yox, sən ümumiyyətlə, hər bir cəmiyyətin öz belə də personajları var. Siz də Azərbaycanda, TikTokun Azərbaycan segmentində yəni kifayət qədər tanınan bir insansınız. Yəni bu danılmaz bir faktdır. Və zənnimcə bu günlərim nəinki belə deyək də rəsmi şəxslərdən sizin kimi insanlarla da mütləq jurnalist danışmalıdır. Bu bizim peşəmizdir. Amma bilirsiniz, bu günlərim anti-qəhrəman hesab olunursunuz. Yəni siz doğrudan ümumiyyətlə bu TikTokda və sosial şəbəkədə belə deyək də əslində yaxşı, mən anlayıram ki, doğrudan da mən bəzi canlılarda özümdə baxmışam və bəzi biabırçıqları özümdə görmüşəm. Amma yaxşı, hər kəsin xoşuna gəlmək üçün doğrudan mı nəsə etmək lazımdır? Yoxsa nədə də problem? Buyurun. Mən inanın Aytan xanım, mən kəsin xoşuna gəlməyə çalışmıram. Mən əgər kiminsə xoşuna gəlsəydim, mən bu 7-ci ilə keçirəm buradayam, kütləyə işləyərdim. O bəzi səhv olub ağzımdan bəzən çıxartdığım sözləri çıxartmazdım. Özümü burada bəziləri kimi küçədə pozğun burada aparardım. Mən necə var, elə davranmışam. Mən deyənlər də mən sözümü qəbul eləməyən insanlardır. Mən burada qadınlara sözünü olmazsam, bir də biləm sadəcə ayaq üstə durmağı bacarın, sözünüzü deməyi bacarın. Kiminsə qarşısında özünüzü sındırmayın ki, işləyin, qazanın, nəyiniz olsun ki, sabah ərə gedin, məni kim ayrılanda? Mənə Allah buranı yetirdi, amma sizə yetirməyə bilər. Əlinizdən tuta biləsiniz. Özünüzə, mən bu demək deyil, mən qızları pozuram. Mən sadəcə deyirəm, oğlanlara inanmayın, alfonslara inanmayın, çox adama inanmayın, güvənməyin, öz həyatınızı qurun. Oğlanla da danışanda elə oğlanla danışın ki, varlı olmasa da belə dəyər versin sənə. Sənə bunu eləsin, sənə sürüsən qadınsan. Gedib küçədəki əxlaqsızlara elə bilirlər. Siz eləmirlər. Niyə özünüzü? Deyirəm, mən belə sözlər deyirəm, mən deyirəm, sən qızları pozursan. Pozmuyorum, sadəcə deyirəm, xanım olaraq özünüzə dəyər verin. Ləman, elə bir söz deyirsinizsə, bəs onda mən bilirəm ki, sizə polis çağırmışdı. Yəni bir sıra TikTokerlərlə yanaşı. Bu suallara da burada cavab vermək istəyirəm. Çünki mənə icazə yoxdur artıq danışmağa. Aydındır. Amma ki, yəni hər hansı bir ondan sonra Ləmanın davranışında dəyişikliklər oldu mu? Mən yenə də deyirəm, mən sözlərimə görə cınağa çəkilirəm bu yerdə. Amma gəlib burada məni söyən ekran kaydı olunmur. Mən uşağımı söyən, körpəmi söyən, anamı söyən, qəbirdə yatan atamı söyən burada kayd olunmur. Mən ona cavab qaytardığım momentlər götürüb kayd olunmur. Amma kayd eləmirlər, kəsin montaj edirlər, görün mən oturmuşam kimisə durduğu yerdə. Burada heç kəsi durduğu yerdə söymür. Heç kəsi. Kimsə girirsən, normal bir adam da oturanda burada 5 dəfə 10 dəfə uşağı və körpəvi söndürürsən, özündən çıxacaqsan. İstər-istəməz qiriyyəti özünə bir hörmət edən adam özündən çıxacaq. Nə qədər sırtıq bir adam olasan ki, o sözləri görüb keçəsən. Ləman, belə bir sual da var. Məsələn, bir çox insanlar deyirlər ki, qız ağacı, qoz ağacı və ana belə deyək, öz xüsusilə qızının gələcəyini düşünməlidir və s. Yəni bu fikirlə, yəni siz qızınızın necə düşünürsünüz? Bugün sizin TikToker olmağınız, onun gələcəyini necəsə müsbət və ya mənfi təsir göstərə bilərmi? Halda müğənnilər yığışdırılsın, açıq geyinənlər yığışdırılsın, duet oxuyanlar yığışdırılsın. Gələcəyincə müğənnilərin qızları bu dəqiqə oxuyur, pozğundur. Nə dəxli var ki? TikToker olmaq ayıbdır və ya. Bir söz deyim sizə, aptekdə işləyəndə əxlaqsız ola bilər, tərbiyəli ola bilər. Məscidə girəndə əxlaqsız ola bilər, tərbiyəli ola bilər. Ondan sonra siz də mənə bağışlayın. Elə açıq-saçıq geyinən qız var ki, qapalı geyinəndən 1000 dəfə tərbiyəlidir. Geyim insanın əxlaqıdır. Ağızdan çıxan hər sözdə insanın öz mədəniyyətidir. Söz-söhbət bizi nə edək? Ola bilər mənim səhvlərim olub, mən emosional davranıb həyatımla bağlı, aqressivliklə bağlı nəsə aqressiv danışmışam. Zato mən bu günlərim düzəltmişəm hərəkətlərimi, söyüşlərimi. Zato mən bu gün əxlaqımla mən heç kəs deyə bilməz ki, bu 7 il ərzində mən burada pozğunçuluq eləmişəm. Əlimdə şəraitlərim də olub eləməm. Mən 7-ci ildir buradayım, nə evim var, nə maşınım var. Məndən sonra gələn qızların evi də var, maşını da var. Deməli mən necəyəm, olduğum kimiyəm. Əgər mənim uşağım elə ailələr var ki, ana namaz qılır, ata namaz qılır, evlad pozğundur. Pozğunçuluq anaya, ataya baxmır. İnsanın öz əxlaqı özünə görədir. Onun nə dəxli var ki, elə yaxşı valideynlər var ki, bibez evlad çıxır, narkoman çıxır, o nə bilim, oğurçu çıxır, doğurçu çıxır. O valideynə nə aidiyyət var? Valideyn ona neynəsin? Ləman, neçə yaşınız var və ümumiyyətlə bu fikirlər sizin dediklərinizdə doğru da həqiqət var. Yəni mən bunu bir jurnalist olaraq da qeyd eləməliyəm. Emosional danışırsınız, çılğınlığınız var, amma ki dediklərinizdə yəni doğru da həqiqət var. Neçə yaşınız var və bütün bu belə də fikirlər necə gəlmisiniz? Necə bir təəssürat sizdə yaranır yəni? Mən birinci sinifdən evdə tək qalıram. Mənim anam gedib işləyir, mən evdə tək qalmışam. Anam o vaxt məni yanka tutmuşdu. Dedim ki, mama sən eləmə, mən özüm evdə tək qalaram da, qorxmuram. Mən elə həyatı dərk elədim. Amma bütün bunlarla yanaşı yenə də, yəni baxın, siz deyirsiniz ki, sizin də səlahiyyətləriniz var, amma yenə də sizi anti-qəhrəman sayırlar. Nə ilə əlaqədar ola bilər? Məhz Ləman barədə danışaq, müğənni falan, onlar da müqayisə eləmədən. Yox, mən müğənni müqayisə eləmirəm, sadəcə
Niyə adamı olana bəzi yerlərdə söz deyilmir, amma yetimə yesirə deyilir? Yəni mən nə edirəm ki, canlımı açıram, məni bu qədər insanlar sevirsə günahkar mənəm. Mən oturub söhbət edirəm, danışıram, pozğunçuluğu təbliğ eləmirəm, tərbiyəsizliyi təbliğ eləmirəm. İzləyicilərimlə danışıram, bütün gün oyun oynayıram. Nə edirəm ki, mən burada anti-reklam, anti-qəhrəman nəyə deyirlər, mənə çatmır. Nə edirəm burada nəyə açıq-saçıq geyinirəm, oramı buramı göstərirəm, Burada reklam edirəm, nə Burada edirəm? yazırlar ki, məsələn bizim qızlarımız indi stereotiplər var da ki, bəzən uzun dil olmaz, dili qısa olar, yəni çox emosional olmaz və s. və deyirlər ki, siz bəli, əslində onlara mənfi təsir edirsiniz. Yəni belə iddia edilir. Ay xanım, məndən qabaq nə həyasızlıq yox idi, sözü deyən yox idi. Mən sadəcə açmışam, bəziləri gedib həyatda deyirlər bu sözləri, mən canlıda deyirəm. Mənim fərqim budur ki, mən canlıyam. Məndən qabaq, yaxşı, mən tutaq ki, TikToku bağladım, çıxdım, getdim, eşidirsiniz, mən anti qəhrəmanam. Klublar, zatlar bağlanacaq, buradakı zatlar, zutlar gedəcək və yaxud da bəzi özün çöldə qoyanlar yoxa çıxacaq məndən. Bir dənə mənəm, yəni ortalıqda, nə dəxli var? Mən bilmirəm ki, mənim daşım niyə belə ağırdır? Sözün düzün deyə də daş niyə belə ağır olur ki? Sözün düzün danışıram da. Aydındır. Leman, bundan başqa, yəni necə düşünürsüz? Ümumiyyətlə TikTokerlərin adı niyə belə mənfi çıxıb cəmiyyətdə? Siz niyə? Mən sizə deyim deyəsin. Mən sizə deyim. Çox yaxşı izləyicilərdən biri. Musiyer şəxsiyyət vəsiqəsinin arxasında nömrə qoyublar. Adı bıdı adı yazırlar. Ərləri atıb gedənlər sən deməyə başla. Nə bilim o həyatından bezənlər, borcu olub borcunu verə bilməyənlər. Girir bura, ağzına gələni yazır, ağzına gələni. Məsələn canlıda girən oturanlara. Məsələn eləsi var ki, klubdan gəlir, hansısa sən deməyə başla, dəstəkçi gətir oturdur burada. Deyir gəl otur arxamdayam, sənə gücdən şiratıb sən burada adam eləyəcəm. Heç nə danışmır, nə izləyici qız oturur yubkasını qaldırır belə. Yaxşı qalır bir qıraqda qriyyətli qız, qriyyətsiz də gətirib qoyurlar sıralamada. Başa 3-4 dənə şirat. Ona görə bu TikToka səviyyəsiz xana kimi baxırlar. Burada evdə ağıdanlar da var. Göz görə dəstəkçidən uşaq doğanlar, cəmaatın arvadı durub baxır ki, qız mənim əlimdən uşağı doğulub. Ərim buna şir atır. Elələrindən danışmırlar, ay bacı, məndən danışırlar. Yanıb yaxılıram. Çünki onların canlısında insanlar adam var. Bəlkə onların bu qədər izləyiciniz var da siz Leman. Sizi bu qədər tənqid edirlər və eyni zamanda, yəni yenə də çoxlu sayda mənfi rəylər yazanlar da var, amma yenə də sizin canlı yayımlarda minlərlə insan olur və sizin səhifənizdə bəli, 100 minlərlə də insanın deməli sizin izləyicisi olduğunu yəni ki, sezmək mümkündür. Yəni yaxşı, bir tərəfdən sizə belə tənqidlər, təhqirlər bəzən yağdırırlarsa, digər tərəfdən bu qədər insanlar canlı yayıma gəlirlər, bu qədər insanlar belə də sizə izləyici olaraq belə də sizi izləyirlər. Yəni yaxşı, iki paradoksal bir vəziyyət yaranır. Çox maraqlıdır. Yəni bir sahənin içindəsiz, heç ayağınızdan dartan olmuyor. O qədər. Heç siz qabağa gedəndə vaxtlarınız var idi, sizin efirləri dağıdırdınız. Onu bir ayağınızdan çıxar, olur, o qədər olur ki. Qabaqda hem ona görə gözlə, getdiyi gündə mən düşmürəm, izləyicim artıq azalmır. Siz bunu başa düşürsünüz, gözləri götürmür. Mən ümumiyyətlə bu haqda çalışıram düşünməyim. Düşünürəm ki, bəlkə özüm mən hardasa səhvlər eləyirəm və yaxud ola bilsin ki, insanlara daha çox həddindən artıq yəni etibar eləmişəm. Yəni bu da ola bilər. İndi hər kəsin özünə görə öz həyatı var, öz enişləri və yoxuşları da var. Bundan başqa Leman, yaxşı, baxın, bu günlərim gəlin elə bunu da sizdən soruşum. Bu günlərim bax Sabirabadda həddi buluğa çatmamış bir qızı ərə verirdilər. Öz xalası onunla kifayət qədər yaşı 30-a yaxın olan. Siz bu məsələlərə necə baxırsınız? Neçə yaşında qızı? Həddi buluğa çatmayan, yaşı 16 ya 15 yaşında olan bir qızı. Gündə nədir maddiyat? Bəzi ailələr düşünür ki, qız qalacaq, pozulacaq, tez verək, oğlan işi var, gücü var, pulu var, osu var, busu var, maddiyat. Heç elə ailələri qınağa çəkən yoxdur. Əslində elələrin qınağa çəkməklər. Nə olsun ki, valideyn uşaq dünyaya gətirib? O yaşda nə olsun, qanunla qaladı, heç o yaşda ərə verməkləri düzgün deyil. Özündən 10 yaş, 15 yaş kişi elə bil atasına ərə verir də. Mən belə şeylər danışıram da canlıda, ona görə məni bəyənmirlər. Deyirlər, sən nə lazım, niyə danışırsan, danışma, sakit dur. Lemanın təbirincə ideal ailə necə olmalıdır Leman? İdeal ailə dində necə olmalıdır? İdeal ailə qaynana birinci qapıya gələndə qızın necə gözlərini bağlayır, necə yalandan üzünə gülür, yalandan belə kino yazır ha orada, qızım olassan, qızım kimi davranacam, baldız da deyirsən mən bacım olassan, ər də deyirsən mənim namusum, qiriyyətim olassan, sənə gələn mənə gəlsin. O deyilənlər ərə gələndən sonra həyata keçirilsəydi, indi hamı xoşbəxt olardı. İdeal ailə belə olur. Necə ki gəlib qızın qapısına, qız istəyəndə, oğlanların hərəkətləri bir baltaya sap olmayan oğlanlar. Cəmaatın qızını alıb bədbəxt edirlər, toyda pul yığmaq xətrinə, borc bağlamaq xətrinə bəzi ailələr. Elə olmasa, Leman, xoşbəxt olar. Bəlkə gəlinin özündən də çox şey asılıdır. Mən həmişə demişəm, gəlinin hepsi var, qaynananın hepsi var. Amma ideal ailə, yəni ailə dağıldı demək hər dəfə gəlin pis olur və yaxud da qaynana pis olur. Amma çox vaxtı qaynana ilə baldız pis olur. Bəs qaynanası və baldızı olmayanlar neynəsin? Hər halda belə deyək də, birində varsa deyək, medalın o birisi tərəfi də var da, birində varsa o birisində. Bəlkə doğrudan da bəzən səbr eləmək lazımdır. Biz ailənin dağılmağı və yaxud da qurulmağı, bir ailə qurulursa, bu dağıla da bilər. Vəkillər nə üçündür? Qanunsuz, məsələn, boşanmaq üçün. Əgər evlənirsənsə, boşana da bilərsən. Anlaşılmamazlıq ola bilər, uşaq olmaya bilər. Nə bilim, bir yerdə söhbət edib ayrılırsan, hamı qırışıb ayrılmır ki. Amma əksər halda bugün ayrılıqlar 10 nəfər olacaqsa, 50 nəfər olmağının səbəbi bəzi qız qaynana baldız və mollalardır. Leman, 5 ildən sonra Leman özünü harda görür, nəçi görür ümumiyyətlə? Yəni siz gələcək haqqında nəsə düşünürsünüzmü? Bir qədər əvvəl edir. İnanırsınız, elə həyatı xatırlar.
Çünki çox adam düşünür ki, siz bir qədər əvvəl dediniz ki, sizin eviniz yoxdur, maşınınız yoxdur. Amma çox adam da deyir ki, sizin adınız gələndə, mən indi arada bir jurnalist olaraq, yəni respondent barəsində məlumatlar toplayıram da və çox adam da deyir ki, qaz vurub qazan doldurur. Yəni siz qaz vurub qazan doldurmaqla məşğul deyilsiniz. İmkanı olan adama demirlər imkanı var. Həmişə kasıba deyirlər qaz vurub qazan doldurur. Elə kasıb onu həmişə ona görə də kasıb qalır. Çünki kasıb cibində olanı xərcləyir, qıraqdan elə görsənir. Başa düşürsünüz? Ona görədir. Mən yazıq əlimə keçəni xərcləyirəm, ürəyimin təmizliyindən eləyirəm. Elə bilirlər ki, mənim elə altım doldu. Krisa deyiləndə yığıb qıraq atmıram. Başa düşürsünüz? Yəni məndə o yoxdur. Ona görə də qıraqdan elə görsənirəm. İlham, ikinci dəfə ailə qurarsınız. Yaxşı bir oğlan olsa, məni qəbul eləsə, mənim başıma vurmasa, məsələn, qaynana baldızı da olsa gedərəm. Aydındır. Bəs yaxşı, digər tərəfdən, məsələn, siz öz övladınızın, məsələn, hansı ailədə istəyərdiniz gəlin olmasını? Hansı ailədə? Suallar məndə eksprompt gəlir, bəli, sizin dediyinizdən əsasən. Mənə maraqlıdır, oğlan kəsmələr var, olar. Əsas adı mənim qızıma əsl kişi alsın. Amma insan ailə quranda bilmir axı kim necə olacaq. Amma biz bir çox kişiləri tənqid edirik, amma mən də arada olur. Amma doğrudan da yəni. Mən kişiləri tənqid eləmirəm. Mustafa Azərbaycanımızda bir yaxşı oğlanlar var ki, bizlərə görə onlara da inam qalmıyor. Çünki bəzi qızlara görə oğlanlar da qızlara inam qalmıyor, yaxşı qızlara. Elə də bizdə oğlanlar, yaxşı oğlanlara inam qalmıyor yəni. Ləman, TikTok'dasınız da. TikTok'dan başqa sizin belə də asudə vaxtınız, gününüz ümumiyyətlə TikTok'dan olmayan Ləman nə ilə məşğul olur? TikTok'da olmayan Ləman. Mən işləyirəm mən. Bəli, mən ümumiyyətlə TikTok'a girəndən də işləyirəm. Biraz ara verdim, düzdür, səhhətimlə bağlı problemlərim oldu məndən. İndi getmişəm, işləməyə bilərəm. Burada oturub izləyicilərimdən də soruşa bilərsiniz. 24 saatda oturub havayı qazana bilərəm, amma işləyirəm. Geyim dükanında işləyirəm. Və bundan başqa, Ləman, bir söz də soruşum da. Yəni, bir çox insanlar çox təəccüblənir ki, mən sizinlə müsahibə edirəm. Bir qədər əvvəl, bir neçə saat əvvəl bir mühabbətlə də danışdıq. Bərdə işıqlar sönüldü, alınmadı. Siz özünüz buna necə baxırsınız belə müsahibəyə? Doğrudan mı mən jurnalist olaraq, yəni biz yalnız və yalnız tanınmış insanlardan, yalnız və yalnız belə deyəcək, rəsmən hamının qəbul etdiyi insanlarla biz müsahibələr eləməliyik, yoxsa əslində... Yəni, baxmaq lazımdır ki, insanlar hamısı bir strukturada, bir yerdə gedəcək də, yəni. Hamı o dünyaya gedəcək, heç kəs nə Chanel-lə, nə Coco Chanel-lə, nə bilim Versace firması ilə kəfənə bürünüb getməyəcək. Hamı bir dənə ağa bürünəcək, gedəcək. Yəni, istəyir müğənni olsun, istəyir mən olsun. Yeri gəlsə, mən hamıda elə bir müğənni var ki, ondan da tanınmışam, ondan da məşhuram. Niyə də məndən götürməyəsən ki, yeri gəlsə? Nə var ki burada? Yəni, mənim ondan nəyim əksidir ki, o müğənnidən nəsə götürəndə o məndən artıqdır. Mən özüm heç kəsdən nə eksik görürəm, nə artıq görürəm. Səsiniz gəlir. Bəli, quşların səsi, atam biraz yaşlı insanlardır və televizor açmırlar, deyirlər quşların səsi olanda. Mən də gəlmişəm bugün valideynlərimin yanına. Allah çox sağ olun. Və bundan başqa, sual da yadımdan çıxdı. Eyni zamanda, Ləman, başqa hər hansı bir sözünüz varmı? Hansı sual məsələn var ki, bugünə qədər yəni siz ona cavab tapa bilmirsiniz? Nə bilim, o qədər suallar var ki, ağlıma hal-hazırda gəlmir. Mən ancaq sual ver, cavab verim, mən ona yaxşıyam. Yaxşı, bir məsələni də soruşum. Niyə bir qədər əvvəl dediniz də, müğənnilər çıxarıla bilir efirlərə, kim-kimdən uşaqlar dünyaya gətirdi, bütün bunlar danışıla bilər. Amma TikTokerlə müsahibəni mütləq qınaq obyektinə çevirirlər. TikToker danışanda deyirlər ki, milləti pozur, uşaqlar baxır. Bəs bu efirə kim baxır? Biri çıxır verilişlərdə, nə bilim, deyir qızım qaçdı qardaşıma, biri çıxır deyir qızım bacım qaçdı ərimə, biri çıxır deyir, nə bilim, anam mənim ərimlə oturdu durdu. Yəni bunlara baxanda pozulmuruq ki, nə oldu bir dənə TikTokerlər pozdu, reallığı danışanda. Biri çıxır efirdə əyləndə alt paltarına qədər siz də mənə bağışlayın görsənir. Nə oldu? Bunlar pozmadı, biz pozduq. Nə dəxil var? Təəssüf ki, belə deyək də sizin dediyinizdə həqiqət var. Biləm, Ləman, mən məsələn suallarım çoxdur, amma sadəcə düşündüm ki, yəni kifayət qədər biz bugün danışdıq və siz özünüz hər hansı bir sözünüz var mı? Bax, indi sizin auditoriya biraz başqadır, mənim auditoriyam biraz başqadır. Halbuki ortaq belə də bizim izləyicilərimiz də var. Məsələn, nə tövsiyə edərdiniz, nə deyə bilərdiniz? Özünüz ümumiyyətlə bugünə qədər həyatda çıxartdığınız ən böyük dərs nə olub sizin üçün? Allah, mən o suallara cavab verə bilmərəm. Bu dəqiqə beynim error oldu. Mən ancaq sual ver, yadıma gəlsin, cavab verim. Amma belə heç bir şey xoş oldu mən sizinlə söhbət etmək. Çünki mən sizin xətrinizi həqiqətən çox istəyirəm. Çox təşəkkür edirəm. Sizin təmizliyi üzvünüzə vurub, siz yaxşı insan oxşuyursunuz. Xətrinizi də çox istəyirəm. Elə bilinir ki, sizin quyunuzu da qazanlar çox olub. Amma eybi yox, həyatdır. Olan şeydir. Top nə qədər çox aşağı yerə dəysə, bir o qədər də daha yüksəyə qalxacaq. O normal bir şeydir. Minnətdaram sizə, Ləman. Çox təşəkkür edirəm. Zənnimcə bir daha xatırlayacağım. Jurnalist bu günlərim hər kəsdən cəmiyyətdə tanınan, adları artıq stereotip olan insanlarla da mütləq şəkildə bir sorğu-sual etməlidir. Bu müsahibə eləməlidir və burada qəbahətli heç nə yoxdur. Odur ki, məni bugün tənqid ateşinə tutanlar da az olmadı. Amma sən jurnalistsən, sən istənilən şəxslə müsahidə edə bilərsən deyərlər də onlara da xüsusilə təşəkkür edirəm. Çox minnətdaram sizə, Ləman. Sizə xoşbəxtlik arzulayıram və övladınızın da xoşbəxt olmasını təşəkkür edirəm sizə. İnşallah. Sağ olun, sağ olun. Az ağzıma dəsmal qoy, danış, belə darıxdırıcıdır. Hə. Mən dəsmal qoyum. Hə, onu da tanımayacaq səs ver. Deliya, çox sağ ol. Hə, qulaq Az mikrofonun ağzına dəsmal qoy, hə. Deməli şeydir, ayrılmışam, 2 dənə uşağım var. Maşallah. Mən səni eşitmirəm axı. Az mən səni eşitirəm də, danış. Hə, 2 dənə uşağım var, ayrılmışam. Deməli, bir dənə oğlana tanış olmuşdum.
Bu oğlanla hardasa 3 il falan danışdım. Maşallah. Ama yani bilirdim ki biz evlənəsi deyilik de. Yani onu mənə də özü də demişdi. Mən hiss edirdim. Sağ Yəni, olsun tam yenə belə deyib hə. demişdim. Hə, elə oldu ki mən bu oğlana çox bağlandım. Dəhşət bağlandım. Sonra qərara gəldim ki bundan ayrılam. Çünki gec-gec bilirdim ki heç nə olmayacaq. Bundan ayrıldığım müddətdə mən məktəbdə o vaxt bir oğlanı istəyirdim. Sonra mən ondan danışmadım. Bu biləndən sonra ki mən ayrılmışam, təzədən mənə Instagramda falan tapdı, yazdı, elədi. Dedi ki, bəs mən Necə bildi ayrıldığınızı xanım? mənim ayrıldığımı, mənim sinif yoldaşım onun dayısı qızıdır, oğlanın. Aha. Hə. Bildi ki, ayrılmışam, mənə yazdı, elədi. Mən də bundan danışmaq istəmirdim, amma sonra elə oldu ki, danışdım. Danışdım, şeydə. İndi oğlan mənə deyir ki, bəs mənim fikrim ciddidir də, mamam gələn falan danışmışam. Mən 2 uşaqla səni qəbul eləyirəm. Uşaqlar falan məndə qalacaq. İndi mən o birisi oğlanı yadımdan çıxarda bilmirəm. Mən bilirəm ki, mən onunla evlənməyəcəm, o evlənəcək. Amma belə bir çıxılmaz vəziyyətdəyim. Niyə bu kişi deyil? Sev də bunu. Bilmirəm də. Niyə bilirsən? Uşağını qəbul edir, səni sevir ona görə. Səni öyrəşmirsən, səni qəbul edəməyən, səninlə fırlanana. Mən bilirəm ki, misal üçün o evlənəndən sonra mənə çox çətin olacaqdır. Mən yəni qala bilməyəcəm elə. Özümə əziyyət vermiş olacağam. Hiç danışma. Buna bağlandığı için buna da bağlanasın. Sesi danışma. Yəqin xoşuna gəlməyib bəhanə axtarsan. Xoşuma gəlməyib deyəndə məktəb vaxtı xoşuma gəlirdi əslində. Prosta mən onunla sevgili olmadım da, çox 11-ci sinifdə. Söhbət indidən gedir, məktəb vaxtından yox. Mənim o vaxtı eşidirsən, 18 yaşında bir dənə oğlanla danışırdım, Gürcüstanlı. Oğlanla. Oğlan onda var idi, 25 yaşı. İndi onun var. Mən də. Bildik tane bir deyəm. İndi var onun, indi onun neçə yaşı var? Mənim 32 yaşım varsa onun neçə yaşı var? Mən nə bilim. Onda 25 idi, səndə onun neçə yaşı var? Mənim 32 yaşım varsa. O vaxt nə vaxt idi? Neçə il keçdi? 37 yaşı var. O gün məni görüb TikTokda özün cürür reklam nömrəmə yazıb ki, gəl barışıq, gəl barışıq, gəl barışıq, gəl. Mənə deyirəm ki, kiçik oğlu geç. Mən subay vaxtı almadı onu. İndi boşanmışam, mənə yanı balalı uşağına deyir, gəl barışıq, gəl barışıq. Hara barışıram? Paraliç keçirtdim, 3 il onunla danışdım. Pisik idi elə. Az qala pəncərədə də aboy vurdursun mənə. 7 qəpik qoyub saatlarla danışırdı mənlə. Neynirəm az elə adamı? Evlənmək istəyən də o tipdə adamdır. Çox qısqancdır. Mən çox sıxılıram. Mən o qədər sərbəstliyi öyrənmiş bir adamam ki, o məni o sıxılır. Mən qorxuram. Onda cəmatı bədbəxt eləmə bu baş. Sən nə əldən qoyursan, nə yardan doyursan. Hə, bax belə geç xasiyyətdən var mənim. Bilmirəm. Azaya 10 neçə il bundan qabaq danışdığım oğlan, bir-iki dəfə canlıda onunla danışmışam. Gördüm o gün mənim WhatsApp nömrəmə yazır ki, nə adrenalinli münasibət istəyirsən, gəl barışaq. Bu əlim üzümdə qaldı ki, bu mənə harda başqa nömrə ilə də yazdı, atdım hamısını bloqa çəkmirdi. Görsə mənə indi hamı deyir ki, sən deyir yaxşı evlənmədin. Belə bir adam olur ki, 2 uşaqla qızı qəbul edəsin, nə bilim nə eləsin. Sən də Mazoxistə. fikirləşmirsən. Necə? Sən də qocalığa fikirləşmirsən, sonra tək qalacaqsan da. Yəni belə insan Düz deyir də, ağlın olsun da, sevirsə ged ailəvi qur da. Amma sevmirsənsə qurma, ona qarşı bir münasibətin istiliyin yoxdursa, əgər istəyin yoxdursa, cəmatı özünü məcbur eləmə də. Amma bir ay danış da, bəlkə bağlandınız. Bir yan da, bir ay danış da. Danışıram da, avqustdan danışıram. Yox, onda olub, bunda olmayan nə var? Bilmirəm. Dəqiq olsun. Bilmirəm də dəqiq. O nə bürcüdür? Deməli, birinin ad günü mayın 6-sıdır. Buğa. Aha. Bu məni istəyən. O birisi də dekabrın 17-si. O xatan. Ay qız, özünə hörmət elə. Buğa var ha, buğa kişiləri. Çox qısqancı olur, özü də çox arvad istəyən olur ha. Hə, o da elədir bax. Mədə hardan yapıldı? O bursa ləlöyünü neynirsən? O da biraz belə, onun elə bir ki kişiliyi, ben o xasiyyət. Aa, sənə bir yanı balalı uşaqla gəlmirsən, qəbul edib minnət qorsa, özündən çıxdı bəyə tay mən bu. Danışda əsəblərim çorlandı, mənim. Nə qarım gəlim yaddan çıxardım onu. Çərrədim, elə deyirəm, deyir, bu da deyir, odur. Rəyəm sıxıldı, tay bu. Sən nə bürdürsən? Əkizlərsən də sənin fikrin bir yerdə dör. Cəmatın balasını da bədbəxt eləmə. Ürəyimi sıxdın deyir, tay bəsdir. Geri zekalı. Sürütdü məni bu.
uşaq yatmır, uşaq yatmır. Az sən nə lazım? Sən uşaq dünyaya gətirmisən mənim üçün. Sənə nə? Sənə nə? Sən sandviç çəkmisən, sən doğmusan. Sənə nə az? Bilka başa baxır. Cırıldı nə day, nə olub? Götür uşaq kartına 100 manat at, getsin yatsın. Vedoma sifət. Çocuğumu delirttiler yemin ediyorum. Diş dedi, uşaq diş hekim olmak kararına gelip. Psikolojisini bozdu çocuğumun Allah'ın cezaları. Katnem kadın. Okşarasın bir kayla gerizekalı. Ne olur uşaqlar 1 milyon eləyim tıkı. Tıkı 1 milyon de. Tıkı 1 milyon eləyək. Al. Ondan deyəndə ki bu bizim Reyhanımızdır. Mənim bibimdir bu. Mənim bibimin adı Reyhandır. Təhqir eləmə onu. O nədir ondan? Reyhan. Şöyle yiyək. Şükür bizdə ət gördük, ət yürüyük. Qəzən kotletidir. Oldu bir dəqiqə. Gözdəydi WhatsApp'ıma. Sənin üzüvə mütrüf yağılsın. Başqa vaxtda yazırdım. Ne oldu sən? Mənə bilsiz kim takip edir? Rusiyada bir dənə müğənni var. Mahnı oxuyur. Kakaysigda, anaysigda, barmen, nazikdi. Girdim gördüm kızlardan bir dənə mənə takip edir. Mən qoyaram yerdə qalsın. Attım buna takibi. Necədir? Qoyaram. Gördüm bir dənə mənə takip edir. Dedim bu mənə hörmət edir. Mən nə buna hörmət eləmirəm. Buratka ona takibi qaytardı. Srazı. Abizilavavka. Mən dedim bəyəm xaricidir. Bilirəm də özümüzünkidir. Demədim ki Rus oğlandı. Deyirəm orada səhifə açan. Rus mahnıları oxuyan oğlan. Dedim bəyəm Rusdur. Daşbaşı var. Rus Tural olur bəyəm. Adından bilinirdi Azərbaycanlıda. Gördüm bir dənə mənə takip edir. Dedim 100% bu mənə hörmət edən adamlardandır. Mənə yaxşı tanıyan adamdır. Abratka. O bu çörək haqqı bilmədən o mahnısına video seçmişəm. Darbelər. O bir dənə mahnı var. Öldürmedi beni bu darbelər. Hayalmadım, hayalledim. Yazılmır kızlar. Oğlanla bir dəfə mən qoşulmuşam, mahnı oxumuşdu. Təqribi yadımda qalıb. Kimin yadındadır bilmirəm. Bir dəfə qoşulub mahnı oxumuşdu bizim canlıda. Yazıq peşman oldu mənə takip atmağına. Şimdi gelip direktdə qızlar yazacaq. Niyə mənə takip atacaq? Darkberg, Azərbaycanın Dimabulanı Darkberg. Səndən inşallah ki, mənə ən sevdiyim hədiyyə var, ya balina, ya meymun hədiyyəsi. Onu gözləyirəm. WhatsApp'ı yazamıram, sinirlərim pozuldu. Uşağı da çörəyə ver, al. Al. Ne oldu baz? Bu da ağzını atır ya. Ana kurban çöpürse ağzında yemeği var. Siz yükle. 16'daydı. Bunu aç yükleyebilirdim buna. Şimdi buna yüklenmedi. Ve bu arada benim əziz fan səhifələrim, benim yanımdan o ad var ha, o güzel. Adı silə bilərsiniz zəhmət olmasa. Mən sevən izləyicilərim, mənim yanında olmayan insanlar zəhmət olmasa, mənim adımın yanında nə işi var? Başına dolanım, ay gözəl həkim. Çatmırsınız mənə. Olmaz. Çok sağ ol Reyim. Darkberg sen Dimabulan dedim. Balina attı. Hadi hiç oğlansan ha.
Özə cəhdimi bilirsən, ha, pis tutur. Darıxıram, öyrəşmişəm sizlə danışmağa. WhatsApp necə yazılmadı? Yəni, belə eləyir, bax. Bir insana meylivi saldınsa eşeğin öldü. Xəstəlik kimi bir şeydir. Necə xərçəngi, xəstəliyi müalicə edirsən. O ximiya kimi vaxtı gəlir, vurdurursan o ximiyavi ki, bədəninin şeyi gəlməsi. Bax, sevgi də elə bir şeydir də. Onu da tapılmayan bir xəstəlikdir. Vallahi xərçəng kimi bir şeydir. Xərçəngin prosu bir şey var ki, iraq olsun. Eləsi var çarə tapılır, eləsi var çarə tapılmır, rəhmətə gedir. Həyat da, sevgi də belədir də, bacı qurban. Hə də. Bir şey sən soğuk qılıyım. Şey başlıyor, başlıyor. Geçen sen saçları bu kulak geliyor. Çok da şey. Fenle. Sonra? Ben de güvacam aslında özümü saçımı eləyirəm hər gün. Görmüsən, dünən yumuşam, bugüncə baxıb başımdan pox tökülür. Elə bir illərdir başımı yumuram. Ay kız elədi. Bilmirəm niyə elədi saçlarını. Saçları yol saçırsın. Aylin bir dənə mamaya telefonumu gətir, bu istira pajalısta. Hadi sen Aylin, senden başka Aylin var burada. Bir sen telefonu. Səni ne ana? Hə, mən 14'ümə gətir düzdür, 14'üm yadımdan çıxır. Sen mesajlarımı açık görsən, mən mesajlarını nə oxursan WhatsApp-da? Ben hiç mesaj görmürəm. Sever elçi gəlmişdi, xəbərimiz oldu. Bir dənə qəşəng mərdi mərdanə oğul. Bunun zərifqası söyləyib, özün gün gətir bir dənə. Mərdi mərdanə. Sever də götür, düşü hərəkətlər ilə oğlanın ülkü deyirlər. Oğlana zəng çatmır. Oğlan nə qədər yıldır Ne biçim şımarık bir kız ya. Çok İstemiyorum şımarık diyor. bir kız. Diyor ki ben bu terbiyesizi istemiyorum diyor. Sever de ince. Kızım bu zertifikasını bir an gör orada 14'ün zertifikası var. Nazım. Oğlana nə dedimsə, oğlan yəni getdi bir də gəlmədi uşaq. Diyor ki istemiyorum diyor. Yazılır, Aylin qısqanmır, Allah haqqı. Ailem bu ne kıskasın? Məni çox istəyir. Aylin, məni çox istəyirsən? Uşağımın boyuna koyuyor. Uşaq deyir. Uşağımın ne de boyuna koyuyor? Deyir, uşağımın boyuna qoyursan deyir. Məndə nə iş var? Uşağımın boyuna koyuyor. Benim uşağımın eğer bundan haber var. Demədim, mən izləyirəm Ailenin səni. hiç keşfette görmüşəm. Aylin, sən məni keşfətdə görmüsən? Uşağımın terbiyesi pozuldu. Tanıyırsan məni? Məcbur qoyuruq boyuna. Aile bu keşfette neyinirdi? Ne halda görmüşsən bunu? Video. Necə video Nə videosu? görmüsən Aylin, düzünü də? Paltar. Ne zaman bakar? Rütüydü be ya. O söyləmə. Hansı bu şeydə mama Bizim danışın. deyəndə- Gözde göre nece görüp. Açır içini. Ne inirdi? Paltarlar göster. Baldanlar Necə göstərdin, ay göstərdi? qız. Ne inirdi? Necə gördün məni? Ne inirdi? Nə eləyirdim yəni orada? Nə Nə göstərdin? eynirdi? Paltar, necə göstərdin paltarı? Gel burada otur sen de burada otur olur kuzum. Gel otur Sever bacının yanında otur. Gəl yanıma. TikTok evler ikisi de uşaqdı. Şar ağzını. Ay o ne şirinidir bu. Şirin sənə Aylin. İkimiz de tanışsız. Aa, görsən qanımız birdir. Kanımız birdi, canımız birdi. Ay Allah, ağıllı kızımdı benim. Ağıllıdır həqiqətən də. Vallahi maşallah. Ne gir sana kurban ne verim? Yemək. Eşlə. Yemək yemək yemisən? O yemək yemeği besin buçuktan sən. yiyin. Yumurta yumuşak. Yumurta Birazdan- yedin. Biz Birazdan dolma yiyecek. dolma istəyirsən? Hə? Saçlarına bax. Saçların uzanır sənin. Qəşəngdir, maşallah. Tıklayın kızlar, tıklayın canlımız aktifləşsin. Özümüz burada açdıq. Gecə mənim səhifəmdə açacaq. Gecə inşallah 12-də Ləman, sən o saçların burasını niyə qabağa tutursan ki, uşağın buralarını Özü açır, ben- alnı zadı hamısı tüklənəcək. Açacaqsam yenə məni evləndirmə, özü açır. Git şeylə saçı yığıb. Məndə Öz var. açır. Getmə, məndə rezin var. Özü açır, anası Bunu söylüyor. yığ, çünki sənin saçı şey olacaq, mən də deyirəm. Qəşəng olsun. Ağaca boydu, şekerdi bu kız. Gel otur burada. Ya da sürsün otur orada. Aylin, öz saçını mamaya şeylə, yenə həmişə yığdır. Çünki buralarına bax tük gedir, bax görsən. Sonra üzü Nasıl güzel bir anne olur senden sever. Ay. Alın bunu aparın, ant verim Allah'a. Ay, Ki evde benim maaşım qalxsın. Az ölürəm onu. Niyə deyil? Ne güzel Mən oldu. məncə uşaqları sevirəm Allah haqqı. Mən bizdə də uşaqlar. Doxsaydım bir dənə dincələrdi. Az yox, söyləmə də. Sevikon. Bax. Şirin. Güzeldi de anası sevmiş.
Niye düşmür? Keşfete mənim səhifəm. O bu 4K səndə nə qədər oldu? Düşürsən də yavaş-yavaş. Gördüm ben de düştük. Hələ 7K keşfetdəsən. Kızım ben 2K'ya baktım gördün. Çünkü biz Kızlar canlı oxşar rəsmini paylaşın, bacılar. Aylin gözəldir. Tabii canım, gör kimin qızıdır. Allah hakkı. Aile satsıp bile yer hemşe yaxşı. Aileyle bir utanır Öylətdir. Sen niye utanırsan? Neçə yaşın var? Neçə yaşın var? Maşallah. Ayliş yazılar var. Sen Ayliş yaz. Sen tanı. Sabah hadi sənə yenə şey göndərəcək Ayliş. Bir gün heç nə almadık uşağa. Dünən demişdi, bugün yadıma sala bilmədim. Sabah həcin yadına. Sən həcə də Mağazin var. Həcə də mənə peşmandır desin ki, mənim yadıma sal Aylinə bir şey alıb göndərəm. Ay kız ben de ben magazin Var evdə hər şeyimiz var. Aşağıda magazine gidip ne Evdə hər şeyimiz var. Bugün həcə alıb gətirmiş, hələ alıb daha doğrusu göndərmiş, hələ də durun diyorsa doğru alıb gətirmiş. Sağlığı da göstərmişdi. Maşallah dil çaşar düzün diye. Düşəndə alıb vermə, də onu Orada böyle. Oo, Allah göstərməz. Müdürümüz də müdürüm. Müdürümüz de şağladı. Boşalttıracaq Öyle iş. mi? Allah kişini boşalttıracaq Allah'ım. Evin tamamı bu gece acık iyi de kan olacak. Zaten Müəllim, Burcu vaxtı çatıb, buradasan. Bunu göndər o piskə bir həftəlik. Öz səhifəmdə gecə açıcıyəm. 12:00-də. Bağırım qoy sən gəlsin. Bağışlar. Günel ticarət sevərə gəlin.